Hörmətli qrup üzvlərimiz, bu günləri Tahir müəllimin ad günüdür və bu ad günündə biz hamımız Tahir müəllimin yanındayıq və gəlmişik onun 56 yaşını təbrik eləyək. Ona can sağlığı, uzun ömür, yeni iş fəaliyyətlərində uğurlar arzu. Yeni niyə deyirəm iş fəaliyyətində? Artıq bizim ictimai birliyimiz dəyişilib və bir yaşı yaşayır. Çünki artıq o köhnə ictimai birlikdən belə deyək də heç nə qalmıyor. Hamısı yeni qardaşlarımızdır, yeni üzvlərimizdir, yəni yeni vəzifədə olan yoldaşlarımızdır. Tahir müəllim, buyurun bir neçə kəlmə bizləri şad eləyin. Ben bugün 19'u 4. ay 2026 ildən herkes ki dünəndən və bu günə qədər təbriklər göndərir, hər kəsə təşəkkürümü bildirirəm, minnətdaram, var olasınız, qardaşlıqdan əksik olmayasınız, Allah sizə ömür versin. Hər kəsin bu ad günü münasibəti ilə mənə təbrik göndərənlərin hər birinə öz təşəkkürümü bildirirəm. Var olasınız, sağlam olasınız, gümrah olasınız, hər zaman ictimai birliyimizin yanında qardaşlıq simvolundan əksik olmayasınız. Hər birinizə xüsusən ayrı-ayrılıqda təşəkkürümü bildirirəm, var olasınız. Çox sağ ol. Mən indi keçirəm saat istiqamətində. Buyurun İkram müəllim. Müəllim, təşəkkürümü bildirirəm. Sağ ol, Allah sənin də canını sağ eləsin. Sağ ol qardaşım. Yoldaşlarım hamısını Allah canını sağ eləsin. Çox sağ ol. Yığılmışıq Tahir müəllimin başına, bugün onun ad günüdür, doğum günüdür. Allah anasına rəhmət eləsin, atasının canı sağdır, Allah canı sağ eləsin. Geçim qardaşımız Allah rəhmət eləsin. Allah Tahirin canı sağ eləsin. Neçə ki, mən özümə nə arzulayıramsa, mən onu da Tahir müəllimə arzulayıram. Çox sağ ol. Mən ilk öncə sizə təşəkkür edirəm. Sağ olun ki, bu cür tarixi həkk edirsiniz. Yazırsınız yoldaşlarına. Bugün bizim hörmətli sədrimizin doğum günüdür. Tahir müəllim həm sədr olaraq, həm dost olaraq, həm qardaş olaraq hər kəsin yanında olur. Bugün də bizim də insanlıq borcumuzdur ki, Tahir müəllimin yanında olur. Mən deməzdim ki 56 yaş, mən 5'i vurardım 6'ya eləyərdi 30, bugün 30 yaşını tamam edir qardaşımız. Biz 5'i yendirdik 3'ə, 6'ını da çıxdıq. Tam 30 olaraq Tahir müəllimi 30 yaş münasibəti ilə təbrik edirəm. Ona can sağlığı arzulayıram. Çünki elə bir rəqəmdir ki, vurmaq daha saatda, sonu da sıfırla başlayır. Yəni, sıfırın da mənası budur ki, Tahir müəllimi Allah Teala o qədər gözəl mənalı ömür nəsib eləsin ki, dünyanı bir neçə dəfə elə uğransın, dolansın, gəlsin. Sizə də təşəkkür edirəm, can sağlığı arzulayıram. Çox sağ ol müəllim. Buyurun Nura xanım, gözəl xanım. Elçin müəllim, Allah sizdən razı olsun, Allah köməyinizdə olsun. Bugün buraya yığılmışıq, bizim həqiqətən də təşkilatımızın rəhbəri, fəxrimiz, tarix yazan, qanıyla, canıyla tarix yazan bir igidin məclisinə yığılmışıq. 56 yaş, bəli, bu yaş düşərli olsun inşallah. Bu yaş Tahir müəllimə o qədər gözəl günlər nəsib etsin ki, bayaq da vurğuladım, bir həyatda nə gözəldirsə arzuladığı başına gəlsin inşallah. O gözəl gördükləri başına gəlsin inşallah. Tahir müəllim, yaxşı ki varımızsan. Sən kimi qardaşla vallah qürur duyurum. Həqiqətən də bir doğuma qədər bizə can yandırır. Hər birimizin bir balaca sıxıntısı olanda anında bir zəng qədər yaxınımızdadır. Allah can sağlığı versin sizə. Çox Biz sağ olun. sizə fəxr edirik. Allah ailənizi qorusun. Nəfəsinizi, varlığınızı, böyüklüyünüzü Allah bizlərə, sevdiklərinizə çox görməsin inşallah. Çox sağ olun Nura xanım. Hörmətli Rizvan qardaşımız, buyurun. Elçin mən təşəkkür edirəm ki, mənə də söz verdiniz. Allah var eləsin. Bugün hamımız yarışmışıq Tahir müəllimin yanındayıq. Tahir müəllimə uzun ömür, can sağlığı arzulayıram. Tahir müəllim elə bir zirvədədir ki, yəni həmişə də olar inşallah. Olacaq da İctimai Birliyin sədridir. İctimai Birliyin Binəqədi rayonunun sədri kimi Tahir müəllimi təbrik edirəm, öpürəm, uğurlar.
Həmişə də ona əsər deyir. Özümə nə arzu edirəm, onu da ona artırır. Çox sağ olun. İndi bizim gənc qazimizi dinləmək istəyirik. Özünüzü təqdim edərdiniz. Əliqə Fərid Zeynalov. Buyurun. Təbrik edirəm Tahir müəllimə. Allah uzun ömür, sağlam can versin inşallah. Böyüklükdən əsir olmasın. Çox sağ olun. Çox sağ olun. Tortu kəsək inşallah Tahir müəllim. Buyur da bizim ağsaqqalımıza söz verirəm. Axırda həmişə ağsaqqalın sözü önəmli olduğuna görə. Bizə görə həqiqətən də Tahir müəllim hər birimiz üçün ümumilikdə Azərbaycanımız üçün dəyərli bir şəxsiyyətdir. Çünki Tahir müəllimin ömür yoluna nəzər salsaq, görərik ki, bu yaşa qədər o gördüyü işlər cəmiyyətimizin gözü qarşısında baş verir və müqəddəs bir missiyanı həyata keçirir. Yəni, ölkəmiz üçün, ictimaiyyətimiz üçün həssas olan bir təbəqənin, şəhid ailələri, qazilərin, müharibə veteranlarının problemləri ilə məşğuldur. Bugün də ictimai bilimimizin rəhbəri kimi ona işlərində müvəffəqiyyətlər arzulayıram. Tahir müəllim, bugün sənin özəl günündür, doğum günündür, təbrik edirəm. Hər bir yaşda insanın müəyyən arzu və istəkləri olur. Tahir müəllim də yəqin ki, arzu istəkləri çoxdur. İnşallah oğlunun toyuna yığışar, hamımız yekliliklə can sağlığı arzulayıram. Sizinlə hər birimiz fəxr edirik, Tahir müəllim. Azərbaycan Respublikası şəhid ailələri, əhliləri və müharibə veteranlarının müdafiəsi ictimai birliyinin sədri kimi gördüyünüz işlər hamısı təqdirə layiqdir. Fəxr edirik ki, bu ictimai birliyin üzvüyük və burada olmayanların adından da sizi təbrik edirik. Çox sağ olun, mən də Kemal müəllim bu günləri dünəndən mənə klip də yığmışıq, çox işlər görmüşük. Orcumuz, hamımız, hər birimiz, Kamil müəllim də eyni şeylər, tuşlar dinləyirik sizdə. Və mən dərin təşəkkürümü bildirirəm bugünkü günlərini təbrik edən hər kəsə, təbrik eləməyən hər kəsə, təbrik edənlərə də daha çox dərin təşəkkürümü bildirirəm. Və Nura xanım, sizə xüsusən minnətdarımı bildirirəm ki, basıb salyandan gəlmişsən bura. Fəxrimisiz, borcumuzdur. Allah ömür versin, təşəkkür edirəm. Hər birinizə təşəkkür edirəm. Hər kəsə təşəkkür edirəm. Çox sağ olun. Demək, bu günləri 19 aprel 2026-cı ildir. Burada iştirak eləməyən yoldaşlara nəzərinə çatdırım ki, biz çalışaraq, vuruşaraq, Tahir müəllimdə xahiş edərək, məcbur eləyərək onu gətirmişik bura. Yəni, az günü deməyib, biz özümüz gəlmişik. Gözəl, gözəl, gözəl. Bende yok ki. Bende bir yana. Ben manyaza. Böyle bir şey olmalı. Karacakayla oradakini kısasa değil. Tahir müəllim, bir yaşa, Tahir müəllim, yaşa. Təşəkkür edirəm, çox sağ olun. Allah var eləsin. Gəlin Tahir müəllim alıb Can istəyək. sağlığı. Sağlam ömür yaşa. Təbrik edirik. Qəşəng, qəşəng, super, əla. Sağ olun, görüşlərə qədər. Super. Biz devleti karşılıksız sevdik. Vaat edilen hiçbir şeye devletimizi satmadık. Bize dediler ki, devlet büyük tehlike altında. Hiç düşünmeden, hiçbir şey beklemeden göreve koştuk. Ben çok konuşan bir adam değilim. Bir tek şey biliyorum. Tek bir devlet yok. Tek bir vatan var. Ben bu ömrü ele bele yaşadım. Bir cihanda geldi geçti bu ömür. Bilmedim ki nece yaşadım. Düzenlerim düzenmedi günümü. Ben bu ömrü ele bele yaşadım. Vətənə, millətə biganəliyi, könül sirdaşıma
bağışlamaram. Tapdanan ilqarı, tapdanan haqqı, doğma qardaşıma bağışlamaram. Hər kəs almalıdır öz qiymətini. Əyrinin əyri, düzün də düz qiymətini. Abidin 100 illik ibadətini axan göz yaşıma bağışlamaram. Şuriya itirən ləyaqətini satar həm vətən, həm millətini. Düşmənin sonraki mərhəmətini tapdanan daşıma bağışlamaram. Tapdanan daşıma bağışlamaram. Torpağına kurban olum ben can Azerbaycan, bayrağına kurban olum ben can Azerbaycan. Zaferindir can Azerbaycan, Azerbaycan. Sana can kurban Azerbaycan, Azerbaycan. Torpağına kurban olum ben can Azerbaycan, bayrağına kurban olum ben can Azerbaycan. Sənə pak rəğbətimiz var, her zaman hürmetimiz var. Hoş arzu niyetimiz var. Kardeş ad günün mübarek,